Salam əziz şagirdlər, bu videomuzda sizə növbəti bir qəbul sualının izahını verəcəm. Sualın şərtində deyilir: konusun ox kəsiyinin perimetri 64 bölünsün kök altında pi və yan səthinin açılış bucağı 120 dərəcə olarsa, konusun tam səthinin sahəsini tapın. Deməli, konusun təpədəki açılış bucağı alfa olarsa, alfa bölünsün 360 dərəcə bərabərdir r bölünsün l münasibəti doğru olur. Burada alfa konusun yan səthinin təpədəki açılış bucağıdır. Alfanın yerinə 120 dərəcə yazsaq, 120 dərəcə bölünsün 360 dərəcə bərabərdir r bölünsün l olur. Buradan sadələşdirsək, l bərabərdir 3r alırıq. Şərtdə deyilir ki, ox kəsiyinin perimetri, burada deməli bu konusun ox kəsiyi ABC bərabər yanlı üç bucağıdır. Və bunun perimetri 2l üstə gəlinsin 2r bərabərdir 64 bölünsün kök altında pi olur. N'in yerinə 3r yazsaq, 2-ni 3r-ə vursaq 6r, üzərinə də 2r gəlsək 8r bərabərdir 64 bölünsün kök altında pi. Hər tərəf 8-ə bölsək, r bərabərdir 8 bölünsün kök altında pi alınır. R'in qiymətini yerinə yazsaq, doğranı l bərabərdir 3 vurulsun 8 böl kökdə pi eləyir 24 bölünsün kök altında pi. Bizdən isə konusun tam səthinin sahəsini istəyir. Konusun tam səthinin sahəsi S tam bərabərdir. S oturacaq üstəgəlsin S yan olur. Oturacağının sahəsi pi r kvadratı, üstəgəlsin yan səthinin sahəsi isə pi r l olur. Bərabərdir. Pi vurulsun r'in kvadratı 64 bölünsün pi eləyir. Üzərinə gələk, pi vurulsun r'in qiyməti 8 bölək kök altında pi. Vurulsun, l'in qiyməti isə 24 bölünsün kök altında pi eləyir. Bərabərdir. Buradan pilər ixtisar getsə, məxrəcdəki kök altında piləri bir-birinə vursaq pi eləyir. Bu da pi ilə ixtisar getsə, qalır 64 üstə gəlinsin. 8-i 24-ə vuranda eləyir 192. 64 ilə 192-ni toplayanda 256.